اگر آن ترک شیرازی به دست آرد دل ما را، به خال هندویش بخشم سمرقند و بخارا را. Şair, indi ne fikirdesin? O beytte görün şair ne deyirdi? Eğer Şiraz'ın Türk gözeli mənə kalbini verse, onun bir qara xalına Səmərqəndi Buxaranı qurban verərdim. Doğrudur mu şair? Doğrudur efendim. Doğrudur. Ordumla İran'a girende adam gönderip çağıttırdım Hafiz'i. Ancak şair çok pis vaziyetteydi. Ayak üstü duracak halı kalmamıştı. Onu bu halde gördüm, hiç ne demedim. Emrettim ki şaire altın sırmalı ipek arkalıklar, kürkler verilsin ve hayatı boyu kimseye mühtaç olmayacak kadar altın bağışladım. Öyledir mi şair? Allah razı olsun efendim. Senden de şair. Ve soruştum, sen bu halınla Səmərqəndi Buxaranı sevgilinin bir qara xalına qurban vermek istirdin? Ve siz ne cevap verdiniz şair? Hardan bileydim ki, Teymur Səmərqənddən bura gəlib, məndən xəyallarımın hesabını soruşacaq. Dedim ki, mən elə bu cür ehsan verməkdə əlası olduğuma görə bugünə düşmüşəm. Cavab xoşuna gəldi. Könlü açıldı. Amma Şirazı da, İsfahanı da o da yaxdı. Evim də, bəslədiyim güllər də kül oldu. İran başdan başa oda qalandı. O şəhərlər yandırılmalıydı. İran oda qalanmalıydı. Deməli, bizim yarattıklarımızı siz yandırdınız. İranı biz tikmişdik. Və siz bilməliydiniz ki, İran tək İran deyil, həm də böyük Azərbaycandır. İranı niyə yandırdınız? Bilmək istəyirik. İranda təxribatlar var idi. Xüsusilə bu iki şəhər Qazan dibi kimi qaynayırdı. İsfahanda da, Şirazda da dini təriqətlər yaranmışdı. Azğınlıq edirdilər. İtaətdən boyun qaçırırdılar. Vergi vermək istəmirdilər. Boyun eğmeyen halktan
Xoşunuz gəlir ki sizin. Belə çıxır ki, siz boyun əyənləri də öldürürsünüz, əyməyənləri də. Siz hak divanında oturmuşsunuz. Sözü tersine çekmeyin. Devlet kanunlarına herkes her zaman hürmet eləməlidir. Siz hansı qanunlar əsasında idarə edirdiniz dövləti? Mən Türk törelerinin ve Çingiz Han'ın koyduğu kanunlara esaslanarak hukuk kaydaları yaratmıştım. Ben siz atalarımızın devlet kanunlarını öğrenmiştim ve belə de idare edirdim ki gelecekte oğullarımız da bu yoldan geçsinler. Hörmətli Hafiz Şirazi, müttəhim Teymurun dediği təriqətlərdən xəbəriniz vardı mı? Kimin sözünü kimden soruşursunuz? Ben bir imperiya kurucusuyam. Devlet başçısıyam. İndi bir hayalperest şaire mi inanacaksınız? Hakkın divanında siz sadece Turagay oğlu Teymursuz. Mahkemenin sonunda bütün resmi hatlarımın tenteneyle özüme qaytarılacağına eminim. Ancak sözlerimin şüpheyle karşılanması incidirmeli. Siz mənə inanmalısınız. Ve hiç kimin mənə həqarətlə baxmasına, məni azacıq da olsa aşağı tutmasına izin vermərəm. Lütfen darılmayın. Heç kim size hakaretle bakmır. Əyləşin. Her şair, xəbəriniz vardı mı təriqətlərdən? İranda təriqətlər vardı, əfəndim. Bir-birini bəyənməzdilər. Bu ona, o buna dinsiz, kafir deyərdi. Mənim özümü də dinsizlikdə ittiham etmişlər ki, sən gözəlləri dindən uca tutursan. Mənsə o təriqətlərə heç vaxt yaxın olmamışam. Heç marağım da yox idi. Mənimsə marağım var idi. Bu da təbiidir. Siz öz taxtınızı ve özünüzü qorumaq istəyirdiniz. Bir devlet başçısı kimi vəzifəm idi bu mənim. İrandakı təriqətlərlə türkçülüyün əlaqəsi nədən ibarət idi? İzah edə bilərsinizmi? Siz İranda bazı məqamları diqqətdən qaçırmışsınız. O təriqətlərin çoxunun türkçülüklə heç bir əlaqəsi yox idi. Heç vaxt olmayıb. Əksəriyyəti dini təriqətlər idi. Hörmətli qazi, siz deyirsiniz ki, İran'ı yeniden tiktik. Doğrudur. Buna inanıram. Ancak bir taraftan da yıktığınızı itiraf etseniz daha düzgün olardı. Siz Tehran'da Türkçülüğe zərbələr vurmuşsunuz. İran'ın indiki halini anlayın, araştırın. Onda göreceksiniz ki ben diyenler doğrudur. O dirilerin arasından gelen hanı? Hardadır? İndiki durumu o yaxşı bilər. Çağırın soruşun. Kimi çağırmaq lazım geldiğini divan həll eləyər. Onu biz sizin təkidinizlə divandan çıxartdıq. Siz öz bildiğiniz deyin.
Lazım gələrsə yenə çevirərək. Bildiğim budur ki, İsfahan'ın, Şiraz'ın minlerle müridiyim, gizli ordu askerleri kimi Türkistan'a da aşmıştılar. Fars dilini, Fars medeniyetini tebliğ eləyirdiler. Tariximizi Fars'a calamak istəyirdiler. Hamısını astım. Ama buna bakmayarak bir gün mektup getirdiler ki resmi devlet dilimiz Fars dili olsun. Türk büyükleri Türkçe danışmak istemirdiler. Ben heyrete geldim. Ordumla İran'a girdim. Şiraz'ı da, İsfahan'ı da odlara yaktım. Şer'in kökünü kazdım. Bu böyle de olmalıydı. Bəs sizin saray adamlarınız niyə Fars dilində danışmaq istəyirdilər? Fars dili nəyə görə lazım olmuşdu? Bunu siz məndən yaxşı bilməlisiniz. Bunun da kökü sizin vaxtınızda koyulmuştu. Şairlere Farsça sifarişler verirdiniz. Niye? Gəncəli Nizami niye şiirlerini Farsça yazırdı? Diyeyim. Çünkü siz böyle isteyirdiniz. Türkçe yazmış olsaydı enam vermezdiniz. Bizdən sonraların işiydi bu. Yok. Hürmetli Gazi. Toxum elə sizin Alparslan çağında əkilmişdi. Qızıl Arslan'da üzə çıxdı. Siz de eyni adamsınız. Daha doğrusu eyni ruhsuz. Elədirmiş ama. Elədir. Onlar eyni ruhdular. Hörmətli qazi, hər halda mən sizin suala cavab verə bilərəm. Buyur. Yəni saray adamlarının Fars dilinə olan meyli nə ilə bağlı idi? Bunun birinci səbəbi Türk padşahlarından gəlir. Onlar hökmranlıq elədikləri xalqdan ayrılmaq, yəni onların arasından yox, biraz yuxarıdan, xalqın anlamadığı yerdən danışmaq istəyirdilər. Danışdılar da, xalqdan ayrıldılar da. Ona görə onların yaratdıqları tarix başqa dildə yazıldı. Bu hal Rus işğalına qədər beləcə davam etdi. Rus işğalından sonra daha da dərinləşdi. Yuxarıda duranlarımız artıq dilini dəyişmişdi, cildini də dəyişdi. İndi tariximiz, adımız başqa dildə yazıldığı üçün özümüzün olan çox şeylərə yiyəlik edə bilmirik. Dirilerin arasından gelen düz deyir. Ben öz vaxtımdan diyeyim.
Mənim zamanımda fars dilinə meyil eləyənlərin çoxu kefdən bu fikrə düşmüşdülər. Yaxşı yaşadıqlarından artıq onlara at belində, döyüş meydanlarında işlətdikləri Türk dili yox, kef məclislərində, sarayın dəbdəbəli otaqlarında işlətmək üçün bəzəkli boyalı kef dili lazım idi. Bunu istəyirdilər. İstəyənləri də Səmərqənd meydanında dar ağacından astım. Oğuz xan, izin verin, mən də öz fikrimi bildirim. Buyurun. Dirlər arasından gələn də, Əmir Teymur da yalnız öz gücsüzlüyündən danışdı. Bunu anladılar, anlamadılar, öz işləridir. Amma bilməlidirlər ki, fars dili güclü idi. Onların dediyi kimi, yalnız kef üçün olsaydı, yüzilliklər boyu saraylarınızı fəth eləməzdi. Bu dildə yazdığına görə tarixdə qalan dahiləriniz var. Sizin belə deməyiniz onların ruhunu incidir. Böyük şair. Biz indi də sizi sevə-sevə oxuyuruq. Həmişə də seviləcəksiniz. Amma bütün hallarda Əmir Teymurun dedikləri doğrudur. Azərbaycanın fars orduları yox, fars dili fəth edib. Azərbaycanın media dövründə də, indi də. Döyüş havasına yox, kef havasına. Türk böyüklərinin heç vaxt ağlına gəlməzdi ki, bu cür dinç yolla hökmranlıq onun sülaləsinin əlindən çıxa bilər. Bu dilin gücünü sizin gücsüzlüyünüzü göstərir. Oğuz xan, mətləbə dəxil olmadığı üçün tələb edirəm bu söhbətlər kəsilsin. İttihamçının başqa sualı yoxdursa, şahidlər çıxa bilərlər. Mənim Əmir Teymura bir-iki sözüm var. İzin versəydiniz, deyərdim. Buyurun. Sözünüzü deyin. Əmir Teymur, bilmirəm, biz bir də görüşəcəyik. Amma bu görüşdən mən razı qaldım. Hafız Şirazi, sen benim huzurumda yine şairsen. Bu görüşten ben razı kalmalıyım, sen yok. Yani Ne? Yani bir beytimlə də olsa xatırlanmağım mənə xoşdur. Demək, məndən nəsə qalıb yer üzündə. Səndən o beyitlər qalıb. Məndənsə Səmərqənd, Buxara kimi şəhərlər. Ne demək istəyirsən şair? Demək istəyirəm ki, Əmir Teymur yıxdığı qədərində tiksəydi, indi divana çağırılmazdı. Şair, bil ki, mən divana çağırılmağımdan narazı deyiləm. O suallar mənə verilməliydi. Mən də bu cevabları deməliydim. Sən indi mənə
Yıxdığın qədər tiksəydin deyirsən. O vaxt mən səni aradım ki, cəza verim. Doğrudurmu? Doğrudur efendim. Tapdım. Tapandan sonra səni yaşatmaq barədə düşündüm. Doğrudurmu? Doğrudur efendim. Səni yıxılmış buldum. Bu da doğrudur. Öyle mi? Yani yerden kaldırdım seni. Öyledir. Sen ihtiyaç içindeydin. Seni dikelttim. Düşün. Ve kalan yıktıklarımı da bu cür anla. Bil ki, mən dağlası, yıxılası şəhərləri dağıtdım ki, yenidən tikilsin. Mənim əsasını qoyduğum rəsədxanada dünyanı heyrətə salan alimlər yetişdi. Büyük birici Uluq Bey mənim törənim idi. Duymuş olarsan adını. Duymuşam adını. Ama bu əbədi dinçlik dünyasında bilin ki, yeni tikilən şəhərlərin heç biri sizin olmadı. Amma mənim yazdıqlarım, yaratdıqlarımsa mənim özümündür. Şair, sən indi tarixin, özü də yalancı tarixin dediklərini mənim üzümə vurursan. Mən hara getmişəmsə, oralar mənim olub, öz yurdum bilib getmişəm və ora düzən, qayda qanun aparmışam. Alimləri yığmışam ətrafıma. Dirilər şahidlik eləyə bilər, əgər yalancı tarixə allanmayıblarsa. Azərbaycanda qalalar tikdirdim. Şirvan əskərləri mənim ordumda torpaqlar, şəhərlər fəth etdi. Şirvanda elm adamları ilə görüşdüm. Şairlərlə, filosoflarla tanış oldum. Elə onlara görə də bütün Azərbaycanı sevdim. Şair İmadəddin Nəsimini duymuş olarsınız. O Allahsız İdemir. Allahsız değildi. Allahsız değildi İbn Haldun. O Allah'ı bizim arayıp aktardığımız yerde yok. Özünün duyduğu yerde aktarırdı. Allah özümüzdedir. Özümüzde aktarak deyirdi Allah. Bunun ne pisdi ki böyle alem? Allah yaradan Emir Teymur. Bütün yaradıcıların yaradanıdır. Allah'ı o cür aktarmak olmaz. Hem de Allah her yerde var. Allah olanları, olmuşları, olacakları bilendi. Orası öyledir böyle alem. Ama biz Allah'ı özümüzde aktarmadık. Aktarsaydık bu kadar günaha batmazdık. Bütün olanlar da ona göre oldu. Yaradan duruluk duygusudur. Biz duruldukça ona kavuşuruz. Ben Nesimini böyle kabul ettim ve sevdim. İstəyirsinizsə, çağırın, soruşun. Oğuz xan, bunların mətləbə dəxli yoxdur. Yaxşı.
Belki sualı olan var. Sual olan yoxdur. Amma gündə gün qalsın. Bayaq Teymur onun gəlməsini təkid eləyirdi. Əgər istəyirsə, dindirilsin. İstəyirəm. Buyurun. Ulu Qazi. Doğrudur, siz Alparslan olaraq İranı 11-ci əsrdə yenidən tikməyə başladınız. Amma bugün nəinki İran, bizim özümüz də bunu anlamaqdan çox uzaq. Ona görə ki, orada sizi xatırladacaq heç nə qalmayıb. Səbəbi odur ki, tərbiyə, təhsil tamam başqa yöndə, səmtdə gedir. Siz bir zamanlar fars dilini öz saraylarınıza yalnız eş-işrət üçün, keyf üçün gətirmişdiniz. Döyüşlərə isə yalnız öz dilimizdə, türk dilində çıxırdınız. Axırda saraylarınızın keyf məclislərində işlətdiyiniz dil dövlət dili oldu və Azərbaycan dövlətini ələ aldı. Böyük Azərbaycan iki yad xalq arasında iki yerə bölündü. Bu da Ulu Qazi, sizin günahlarınız ucubatındandır ki, ağrılarını çəkmədəyik. Xan, Kutlu Demirtaş gəldi. Gelsin. Kutlu Demirtaş sizsiz mi? Soruşuram, Kutlu Demirtaş sizsiz mi? Xan, müttəhim Teymur onun dilini kəsib. Onun üçün danışa bilmir. Öyle mi? Elədir, Oğuz xan. Bu yazığın dilini ne üçün kəsdiniz? Deyə bilərsinizmi? Bu adamın danışmağa dilə ihtiyacı yox idi. Yani öyle adam var mı ki onun dile ihtiyacı olmasın? Görünür müttəhim Teymur'a dilsiz insanlar lazım imiş. Ona göre kəsinmiş dilini. Bir yox, bir neçəsi lazım idi. Bilgə xan. Yani siz neçə adamın dilini kesmişsiniz ki? Dövlət adamlarına bəzən deyilənləri eşitməyən, eşitdiklərini isə anlamayan insanlar lazım olur. Mənə də bu cür 10-12 adam lazım idi. Bu adamın dilə ihtiyacı yox idi dediniz. Elə isə bir dəlinin də başa ehtiyacı yoxdur deyib, onun başını mı kəsməliyik? Mənim dəlilərlə işim olmayıb. Ancaq bu adam mənə lazım idi.
Ne için lazım idi? Dilini kesmek için mi? Bu adam oğrudur. Elinizi versəz, gerek parmaklarınızı sayasız. Bir neçə dəfə Olcay Türkan Xatunun zinət əşyalarını uğurlayırken gördüm, göz yumdum. Ama günlerin birinde konağımı soyurken yakalandı ve son kararımı verdim. Ve dilini kestiniz. Onu yaşatacak yegane ceza bu idi. Qeyri-insani cezadır bu. Qonaqlarınız kimlər idi? Bunu bilmeye ihtiyaç var mı? Var. İspan elçileriydi. Madriddən Səmərqəndə o boyda yolu nə məqsədlə gəlmişdilər? Ankara zaferine göre beni tebrik etmek ve kralın itiramını bildirmek için gelmiştiler. Türk üzerinde Türk üzerinde kazandığı zafere göre mi? Kardeş kanı tökdüğüne göre mi? Avrupa'nı korku altında saklayan Türk gücünü sarsıttığınıza göre mi? Tebrik ediyorlar sizi. Bu mesele siz düşünen kimi değil. Bu barədə sonra danışarıq. Bu adamın doğrudan doğru olduğunu təsdiq edən şahit var mı? Şahid istemeyim benden. Lütfen. Bu mənə karşı inamsızlık demekti. Əvvəl də belə bir etirazınız oldu və rədd edildi. Bura məhkəmədir. Haqq divanıdır. Sübut, şahid göstərməyiniz lazım gəlir. Xan, müttəhim Teymur İspan elçilərinin kimlərdən ibarət olduğunu bilirdi mi? Kimlər vardı heyətdə? İspanya sefiri Clavium ve adlarını hatırlamadığım bazı teferruat. İnsanlara teferruat mı deyirsiniz? Ben bir cihangirəm. İnsanlar benim için iki yere bölünmüştüler. Əsgərlərim ve teferruat. Yani xırdalıqlar. Oğurluq hadisəsini aydınlaşdırmaq için Səfir Klavio'da Olcay Türkan Xatun da dindirilsin. Olcay Türkan Xatunu narahat eləməyin. Lütfen. Adi bir ekinçi veya çoban olup bitip batsaydım, indi sizin karşınızda müttehim kimi dayanmazdım. Görünür, cemiyette qayda kanun yaratmaq yox. Ona istediği kimi çürümək, qoxumaq ve fenaya uğramaq, azadlığı vermək gərəkmiş. Dedikləriniz düzgün olsaydı, biz bugün ittihamcı kimi çıxış eləməzdik. Biz də cəmiyyətin çürüməyinə qarşı vuruşduq. Amma
sizin məntiqinizi anlamaq çətindir. İspanya səfiri Klavya çağırılsın. Marque Stalio Primo di Clavio. Hakkım divanına gelin. Səfir Klavio geldi xan. Buyursun. Bendeniz Marque Estallo Primo de Clavio. Beni çağırmışsınız efendim. Huzurunuzdayım. Size ihtiyacımız oldu. Çağırdık. Şahitlik edersiniz mi? Marque Estallo Primo de Clavio bildiklerini söylemeye hazırdı efendim. Siz bu adamı tanıyırsınız mı? Tanıdım. Özüdür ki var. Marque Estallo Primo de Clavio bir defa gördüğünü bir daha unutmaz. Adı neydi bunun? Dayan bir... dilimin ucundadır. Daş idi yoksa demir idi. Hem daş hem de demir. Hardan tanıyırsınız onu? Marque Estallo Primo de Clavio bu taşlı demirli insanı Semerkent'ten tanır efendim. Necə tanıyırsınız? Bu adam Marque Estallo Primo de Clavio'ya bağışlanmış cevahiri uğurlamıştı. Lakin Marque Estallo Primo de Clavio Mümkünse adınızı bir qədər kısa deyin. Sadece Klavya. yok. Hiç olmasa izin verin Marque Clavio diyeyim. Çünkü başka cür desem əslim köküm bilinmez. Bütün insanlar bu dünyaya əsilli köklü gəlirlər. Zarafat edirsiniz yəqin. Bir adamın əsilli nəsilli olması kralın elanından asılıdır. Mən Səmərqənddən qayıtdıqdan sonra Teymur həzrətlərin sayəsində kral tərəfindən əsilli nəcabətli elan edildim. Teymur mu bunu kraldan xahiş etmişti? Xeyr, xeyr. Bəndəniz Səmərkənd ziyarəti zamanı Teymurun atının üzəngisini öpmək fürsəti əldə etmişdi. Mənim adamlarım bu hadisəni İspaniyaya çatdıran kimi böyük şöhrət və sərvət sahibi oldum. Hətta siyasi rəqiblərim bütün güclərini itirdilər. Siyasi rəqiblərinizi bir tərəfə qoyun. Deyin görək, kral tərəfindən bəylik almağınızın Teymurla nə əlaqəsi var idi? Ərz edim, əfəndim. Teymurun atının üzəngisini öpməyim, Teymura yaxın olmağım deməkdir. Bu xəbər İspaniyaya yayılan kimi Kral Ferdinand məni əsil nəcabət bəyliyi ilə təbrik etməyə məcbur oldu. Qadınlar can atırdılar ki, Teymurun atının üzəngisinə toxunmuş dodaqlarımdan öpsünlər. Sayəsində şöhrət və sərvət sahibi olduğun adam indi budur. Burada hesabat verin. Oh mi Maria, que paso, que paso, que paso, caramba. Deməli qonaqlara üzəngi öptürürdünüz. Hamı ayağımı öpürdü. Bəzi təfərrüatlara isə atımın üzəngisini öpməyə izin vermişdim. Bu saadət hər adama qismət olmur. Əgər atının üzəngisini yox, Teymurun ayağını ya ətəyini öpə bilsəydim, bəlkə də İspaniya kralı olardım. Siz susun lütfen.
insanları belə alçatmaqla nəyi sübut etmək istəyirdiniz? Oğuz Han, dünya diz çökmüştü bayrağımın önünde. Krallar, imperatorlar baş eğirdiler karşımda. Klavyo, müttəhim Teymurun sarayında olan oğurluq hadisəsini hamı bilirdi mi? Ölkəyə yayılmışdı mı? Əsla. Qərbi Avropanın mədəni adamları yol kəsib soyğunçuluq edəndə, Daşkənddə, Buxarada, Səmərkənddə, bütün Türkistanda hər kəs varı qızılı ilə əmin arxayın gəzib dolaşa bilərdi. Mənə bağışlanmış cəvahirin oğurlanması təsadüfi bir hal idi və oğru da dərhal cəzasını aldı. Teymurun hökmranlığı dövründə aclığa, səfalətə rast gəldinizmi? Xeyr, rast gəlmədim. Yəni siz bu qədər məminsiz? Marke Estalla Primo de Clavio, bağışlayın, belə deməyə alışmışam. Marke Clavio əmin olmasa danışmaz. Teymur bütün dünyanın var dövlətini ölkəsinə daşıyırdı. Hər şey bol və ucuz idi. Yol boyu xalı, xalçalı süfrələrin üzərində ziyafətlər görürdüm. Mən özüm 16 fərsəh uzunluğunda bir süfrənin qonağı olmuşam. Əfəndim. Ata öz evladını necə yedirdib içirtməyə məcburdursa, bir hökmüdar da xalqını o cür yedirdib içirtməlidir. Burada təəccüblü bir şey yoxdur. Xalqına bax, hökmüdarına qiymət qoy. Bu belədir. Ayrı cür ola bilməz. Belə çıxır ki, siz xalqı qarət etdiyiniz ölkələrin hesabına dolandırırdınız. Tanrı dünyanı mənə vermişdi. Dünyanın bütün ölkələrini mənim üçün yaratmışdı. Bizim üçün yaratmışdı. Türk milləti üçün yaratmışdı. Tanrı.